Demək, bugün səhər bir yer var, oradan gəlirəm. Gəlib maşını saxlamışam həyətdə. Bir də gördüm ki, bir dənə uşaqdır. Onlar təxmini 14-13 yaşında. Belə yeni yetmə uşaqdır da. Mən də maşını saxlamışam, telefonla qurtdalanıram. Həyətdə sübh vaxtıdır. Yaxınlaşdı ki, salam dayı, dedim əleykum salam bala. Dayı, bəs mən burada qalıram. Daha doğrusu burada mənim xalamgil qalır. Onlara qonaq gəlmişəm. İndi döyürəm, qapını açan yoxdur. Bəs bir dənə zəng eləyərdiniz anama. Mənim telefonum da yoxdur. Xalama zəng eləsin, qapını açsınlar, nə bilməm gəlsinlər, ya nəsə də qalmışam küçədə. Dedim ki, narahat olma, yəni sən küçədə qalmazsan da inşallah. Götürdüm, dedi ki, biz zəng elə bir dənə anama zəhmət olması, bir nömrə verdi. Zəng elədim, bir qadın götürdü. Salam, salam, dedim, bəs sizin övladınız qalıb burada qonaq gəlib, xalası gilə, qalıb küçədə. Danışdılar nəsə orada, buradan, birdən xanım qayıtdı ki, bəs qadın qayıtdı ki, qardaş, səndən bir xahiş eləsəm olar, dedim, buyur bacı. Sən çox xahiş edirəm, o uşağa biraz pul ver, onu yola sal evə. Dedim, valla üstümdə elə də pulum yoxdur, amma bir şey fikirləşərik də, qoymarıq küçədə qalsın uşaq. Dedim ki, qardaşım, səhərdir, sübh vaxtıdır, yəqin sən də açsan. Gedək bizə evə, mən elə dedim də, burada qalıram da. Dedim, gedək evə, biraz çay çörək yiyək, sonra lab maşınla hara istəsən apararam da, sən Azərbaycanda hara istəsən apararam sənə, qoymaram qalasan küçədə. Yox dayı, nə bilim, pul versən özüm gedərəm. Birdən dalağım sancdı, dedim mən 46-45 ildir də bu məhəllədə doğulmuşam, burada qalıram. Sənin xalan kimdir? Mən burada ev hamını tanıyıram. Ola bilər indi təzə köçənlər olsun, onları tanımayam. Kimdir sən xalan? Bir gedək qapını göstər, bir yerin yurdun göstər. Elə bu dəmdə mənə bir zəng gəldi. Bu uşaq götürüldü. Bu uşaq qaçdı. İndi işin faciəvi tərəfi bilirsiniz nədir? Bax, belə körpə balaların, belə uşaqların, belə yeniyetmələrin bu balaca belə kələkbazlıqdır da, balaca fırıldaqdır. Amma özlüyündə bir cinayətdir. Belə şeylərə alət olmalarıdır. İndidən bu belə əgər qazanc yolunu, qarın doydurmaq yolunu bunda görürsə, gələcəkdə bu uşağın bir ciddi problemi yarananda artıq çarəsizliyin çıxış yolunu böyük cinayətlərdə görəcək. Bax, bu Azərbaycan cəmiyyəti üçün həqiqətən də ağır bir faciədir. Nə deyim, valla, Allah balalarımızı, övladlarımızı bax belə şeylərdən qorusun, alət olmaqdan qorusun.